Qurbani Həsənov. 13 ildir Əli-Beninoda çalışıram və kitab oxumağı da özümə şərəf bilirəm və məsləhət görərdim ki, bütün cavanlara kitab oxusunlar. Kitab oxuyanda borcun, xərcin, heç bir şeylər yadına düşmür. Ancaq fikrin kitabda olur. Və istəyərdim bütün hamı oxusun. Kitab oxuyanların həmişə bilikləri yüksək olur, söz sandığı çox olur, danışıq qabiliyyəti yaxşı olur. Bir-birinlə ünsiyyətdə danışan zaman, yəni söz tapmaqları hasanddır kitab oxuyanlarda. Çünki daimi kitabda müəyyən kəlmələr, müəyyən sözlər olur ki, onların da beyinlərində qalır o kitablar, o sözlər. Və mən çoxlu kitablar oxuyuram. Boş vaxtlarımda maşında əyləşib, həftədə, ayda bir dənə, iki dənə kitab oxuyuram. Və oxuduğum kitablardan Dağlardan Səda gəldi, Şəhər yatarkən, Min möhtəşəm günəş, Çərpələng uçuran, Aqada Kristinin kitabları, bir çox kitablar var ki, Əli-Benino və maraqlı kitablar da çoxdur bizim firmamızda. Firmamızın gözəl kollektivi var və bu kollektivin sayəsində və xoşuma gəldiyi üçün də bu kollektivdə 13-cü ildir ki, işləyirəm.